a little, very little, little. Hər üçü eyni mənanı verir. Həmçinin only a few, very few, few da hər üçü eyni mənanı verir. Aradakı fərq nədir? Only a little-la işlənir, very isə little-la. Həmçinin only a few, very few. Yəni burada biz artıq article qoymuruq. Bu qeydaki 106-cı testə baxaq. Birinci cümlədə few students doğrudur. Çünki bilirik few'dan sonra silent cəmsim gəlir. Ona görə 1 və 2 doğrudur. Üçüncü cümlə only a few students, bu da doğrudur. Ondan sonra article'lı olur, verirdən sonra article'sız. Only a few, very few. 4-də yanlışdır, only a few olmalıydı. 5 yanlışdır, çünki students cəmsimdir. A little isə salimin təksimlərlə istifadə olunur. 6-da very few students doğrudur. 7 isə yanlışdır, verirdən sonra article olmaz. Very few olmalıydı. Buna görə də 4, 5 və 7 yanlışdır. 4, 5, 7 A variantı.